Bir həkimin orta aylıq əmək haqqı nə qədər təxmin? Orta aylıq əmək haqqı net deyə bilərəm hardasa bir 3800 eurodan yuxarı. Yəni əlinə qalan pul. Bəli, bəli. Amma normalda? Yəni brutto. Brutto İndi brutto bizim izləyicilərimiz onu çoxunu bilmir. Yəni nə qədər gəlir, nə qədər əldə qaldı. Aha. Vergili belə deyim də, çalışdığı klinikadan asılı olaraq dəyişir. Çünki burada tarif sistemi tətbiq olunur. Tariflər də ki, xəstəxanaların daxil olduğu, nə deyim sizə, bunlar deyirlər bunt. Azərbaycancası tam olaraq nə gedir bilmirəm. Bəzi buntlar var, belə deyim, klinikalar onlara daxildir və orada tarif Şöbələr. Şöbələr deməyim. Tarif şeyi var. Yəni dövlət tərəfindən maaş tarifi qurulub. Təyin olunmuş bir miqdar var. Məsəl üçün ilk birinci ilində həkim kimi çalışan şəxs minimum nə qədər əmək haqqı almalıdır? İkinci ildə, üçüncü ildə, dördüncü ildə və s. və axır.